Amerikalının Azərbaycan sevgisindən bəhs edəcəyik. Əziz tamaşaçılar, 17 yaşlı William Bakıda yaşayıb bir müddət və xəstəliyi ilə əlaqədar olaraq Amerika Birləşmiş Ştatlarına getməli olub və çox ağır bir xəstəlikdən əziyyət çəkir. Bəlkə də son günlərini yaşayır. Amma ondan arzu nədir, ən böyük arzu nədir əslində? Bu ən böyük arzu nədir sualı ona son arzu nədir şəklində verilib. O isə bildirib ki, Bakıda yaşadığım binanın həyətində bir uşaq parkı inşa edilməsini istəyirəm. O parkı inşa ediblər. My name is William, I'm 17. The thing about me is that I have a brain tumor and it's in my brainstem. William Amerikada yaşayır. 17 yaşı var. Süjetə onunla başlamağımız əbəs yerə deyil. William 2 il əvvəl ailəsi ilə birlikdə Azərbaycana gəlib və burada yaşamağa başlayıb. Amma aprel ayında onun beynində aşkarlanan şiş ailəni yenidən Amerikaya köçməyə vadar edib. Qısa zamanda William Bakını çox sevib və döndükdən sonra da buranı unutmayıb. O son arzu olaraq Bakıda yaşadığı binanın qarşısında uşaqlar üçün park inşa olunmasını istəyib və bugün onun arzusu olan park sakinlərin ixtiyarına verilib. Bir neçə müalicə oldu, bir neçə əməliyyat oldu və elə vaxta çatdı ki, həkimlər ona dedi ki, çox yaşamağa şansı azdır. William özü arzulaya bilərdi ki, hansı bir şəhərə getsin, New York'a, Disneyland'a və yaxud hansı bir məşhur insandan tanış olsun. Amma o istədi ki, buranın Azərbaycanın uşaqları üçün bir qəşəng eğlence mərkəzi olsun burada. Ona görə də onun arzusu bu idi. William'ın arzusu onun kimi son günlərini yaşayan insanların istəklərini yerinə yetirən Amerikanın Make-A-Wish Foundation təşkilatı tərəfindən həyata keçirilib. William özü parkın açılışında iştirak edə bilməsə də bir məktub yazıb göndərib. Mənim burada yaşadığım müddət çox gözəl idi. Mən Azərbaycanın mədəniyyəti və xalqını çox sevirəm. Ümidim budur ki, siz mənə bərəkət olduğunuz kimi, mən də istəyirəm ki, bu eğlence mərkəzi sizə də bərəkət olsun. Biz ona çox minnətdarıq, çox minnətdarıq. Bütün uşaqların adından, bütün qonşuların adından çox minnətdarlarımı bildiririk. Çox sağ olun. Allah ona kömək olsun. Qeyd edək ki, parkdakı hər bir detal Amerikada dizayn edilib. William özü də hazırlıq prosesində yaxından iştirak edib. We're very thankful to have participated in this. Biz çox minnətdarıq ki, bizə belə bir şərait yaradılıb ki, bu layihədə iştirak edək. Burada gördüklərimizin hər biri William'ın arzusu ilə yerinə yetirilib. O özü də rəngin seçilməsində, layihənin hazırlamasında şəxsən iştirak edirdi. Biz bu addımla William'dan nəsə öyrənə bilərik. O son anda belə başqalarını düşünür.